Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 30 may 2025-ci ildə sertifikasiya imtahanından biologiyadan istifadə olmuş sualların izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımıza soruşur. Ay bitkilərində yarpaqların müxtəlif forması hansı elmi? Ümumiyyətlə yadınızda saxlayın ki, yarpaqların forması müxtəlifliyi morfologiya, morfos sözünün mənası forma deməkdir. Sonra ikinci sualımızda deyirik. Yarpağın hazırladığı üzvü maddələr köklərə doğru gövdənin hansı hissəsi ilə axır? Yadınızda saxlayın ki, üzvü maddələr kökə doğru, ümumiyyətlə üzvü maddələr floema hissəsi ilə hərəkət edir. Ona görə burada floemanı götürmüş olacaq. Qeyri-üzvü maddələr isə oduncaqlar. Hansı heyvanlarda xarici iskelet yoxdur? Ümumiyyətlə yadınızda saxlayın ki, həşəratlarda, buğmayaqlarda bunlarda xarici iskeletdir, xərçənglərdə də. Lakin xordallarda isə daxili iskeletdir. Burada başqa xordalların daxili iskelet aiddir. Hansı aləmin nümayəndələri çoxhüceyrəliyə təsadüf olunmur? Bakteriyalar hamısı bir hüceyrədən təşkil olunmuşdur. Şagird təcrübə üçün şüşə qaba bitki və əhəng suyu yerləşdirdikdən sonra ağzını bağlamış və qaranlığa qoymuşdur. Müəyyən vaxt keçdikdən sonra əhəngli suyun bulandığını aydın olmuşdur. Öyrəndiyi proses və istifadə tədqiqat üsulu. Nə etdi? Təcrübə getdi. Təcrübənin sözü mənası eksperimentdir. Yəni eksperiment həyata keçirib. Təcrübə zamanı nə etdi? Əhəng suyu bulandı. Əhəng suyunun bulandığı necə müəyyən etdi? Müşahidə ilə və nəyin nəticəsində bulandı? Karbon qazı. Karbon qazı tənəffüs prosesi nəticəsində yaranır. Ona görə də elə A variantını götürmüş olacaq. 6-cı sualımızda deyir ki, tropizm uyğunluğu müəyyən edin. Tropizm, taksis, refleks. Bir hüceyrəli heyvanlarda yer dəyişmə taksisdir. Əgər yerində durub xarici qırıcığa qarşı müəyyən cavab verirsə, hissələr hərəkət edirsə, buna da tropizm deyirik. Refleksə sinir sistemi olan heyvanlar sinir sistemi ilə xarici təsirə cavab vermədir. Yəni çoxhüceyrəli heyvanlarda müşahidə olunur refleks. İndi birinci uyğunlaşdıraq. Tropizm. Tropizm nədir? Tropizm olacaq xarici amillərin qarşı bitkilərin müəyyən hissəsinin yer dəyişməsidir. Yəni yerində durub ancaq müəyyən bir hissəsi yerini dəyişir. Taksis. Taksis olacaq ki, xarici qıcığa qarşı bir hüceyrə heyvanların yer dəyişməsi. Bir də xarici qıcıq təsirinə qarşı orqanizm istiqamətlənmiş yer dəyişməsi. Sonra qalır refleksiya. Refleksiya çoxhüceyrə heyvanların qıcığa cavab vermə qabiliyyətidir. Bu da deyildikdə 1C, 2AB, 3 də D-dir. Timin nukleotidinə malik DNT molekul replikasiyası baş vermişdir. Replikasiya zamanı alınan molekulunda cəmi necə adenin nukleotidi iştirak etmişdir. Deməli, DNT molekuludursa, yadınıza saxlayın, və 2 zəncirlidir. Burada timindirsə, 35 dənə timindirsə, burada da 35 dənə nə olacaq? Adenin olacaq. Və bu necə ikiləşəcək. İkiləşəndə eyni zamanda burada yenə olacaq. Burada yenə 35 dənə timin olasıdır. Bu tərəfində isə 35 dənə adenin olmuş olacaq. Adeninləri sayacağıq. 35, 35, 70 edəcək. Hüceyrələr meyoz bölünmə zamanı sona qədər davam edən prosesdə xromosomun birləşən bölünmə vətərləri minimum cəmi 60 olmuşdur. Bu diploid orqanizm somatik hüceyrəsində xromosom yığımı necə olmuşdur? Deməli, meyoz prosesi nəticəsində yadınızda saxlayın ki, hər bir hüceyrədə bir bölünmə vətəri yaranır. Meyoz 2 dənə bölünmədən ardıcıl ibarətdir. Hər bir meyoz prosesinə girən hər bir hüceyrə bir bölünmə vətəri yaranır. Meyoz prosesinə girən hüceyrə diploid xromosom yığımına malikdir də. Birinci, ikinci də haploidə çevrilir. Ona görə də yəni hər bir hüceyrədə bir dənə bölünmə vətəri olduğuna görə 2N. Sonradan bu hüceyrə özünü haploid sayda 2 dənə hüceyrəyə parçalı və bu hüceyrələrin hər birində də 2N sayda bölünmə vətəri olur. Bunda da 2N olur, bunda da 2N olur. Bizdə də cəmi deyil. 2N burada da, 2N burada, 2N burada neçə edəcək? 6. Cəmi 6N meyoz bölünmədə hüceyrədə istifadə olunub. 60 bərabərdir. 60 bərabərdir 6N-ə. N də buradan bərabər olacaq 10-a. Bizdə nə soruşur? Somatik hüceyrə. Somatik hüceyrə deyirsə 2N. 2N də bərabər olacaq 20-yə. A variantına uyğun gəlmiş olacaqdır.
9-cu sualımızda deyir. Eyni yumurta əkizlərinin sayı 3 olarsa, bu minimum neçə blastomeri olduğu mərhələdən yarana bilər. Deməli, 3 dənə yaranıbsa, bir dənə bölünür, yaranır 2 dənə blastomer. 2 blastomerdə bölündükdə mütləq 4 dənə blastomer yaranır və bunların hər biri üçünü, yəni bir dənəsi yox, 3 dənəsi əkizə başlanğıc verə bilər. Eyni yumurta əkizlərinə başlanğıc verə bilər. Yəni minimum 4 dənə olmalıdır. Deməli, şəkildə qan dövranı sxem verilib. Bunu insan dərsliyində bunun cavabı verilmişdir. Siz bunun insan dərsliyinə diqqətlə baxsaz, orada verilib və burada həmin onun şəklini verib. Balığın, suda qurda yaşayan sürünənin, quşun, məməlinin diqqətlə baxsaz, burada birinci bax bu şəkilləri uyğunlaşdırsaq, birinci sürünənlərə uyğun gələcək, ikinci quşlara uyğun gələcək, üçüncü isə məməlilərə uyğun gələcək. Məməlilərin nümayəndəsi də burada şimpanzedir. 4-cü sualımıza deyir. Epifizin hazırladığı hormon hədəf orqanına çatana qədər keçdiyi yolun düzgün ardıcıllığı. Epifiz hormon hazırlayırsa və bu hormon hədəf orqanına kimi necə kapillyarlar. Kapillyarlardan venaya keçəcək. Venadan sağ qulaqçığa, sağ qulaqçıq mədə ağciyərə və böyük qan dövranına keçmiş olacaqdır. Sonra 12-ci sualımızda nə soruşur? İnsan orqanizmdə daha çox bədən boşluğunda yerləşən böyrəklər 2 bədən boşluğunda. Böyrəklər ifrazat sisteminə aiddir. İfrazat sistemi də həm çanaq boşluğunda, həm də qarın boşluğunda. Toxumluq cinsiyyət sisteminə aiddir. Cinsiyyət sistemi də qarın və çanaq boşluğunda yerləşir. Bu da ki, dil həzm sisteminə aiddir. Amma həzm sistemi bilirsiniz ki, ağızdan başlayır, ağız boşluğu. Sonra qida borusu döş boşluğundan keçir. Sonra isə qarın boşluğuna gəlir. Qarın boşluğundan sonra düz bağırsaqla orqanizmdən xaric olunur. Bu da çanaq boşluğunda. Ən çox boşluqda deməli dil olmuş oldu. Yenə də yumurtalıq 2 boşluqda, ağciyər isə 1 boşluqda yerləşmiş. Yalnız döş boşluğunda yerləşmiş olacaqdır. 13-cü sualımızda nə soruşur? Deməli, şimpanzedə 4 dənədir. 2 kürək, 2 körpücük. Qurbağada isə 2 kürək var, 2 körpücük var, 2 dənə qarğa sümüyü var və döş sümüyü də qurbağada aid olmuş olur. Çiyin quşağına aid olur. Yəni, bunda cəmi olur 7 dənə. İnsanda yenə 4 dənə, 2 körpücük, 2 kürəkdir. Yarasada da 4 dənədir. Göyərçində isə 2 körpücük, 2 kürək, 2 qarğa. 6 dənə olmuş olacaqdır. Ona görə bizim cavabımız olacaq qurbağa. 14-ün protozoozlara aiddir. Protozooz nədir? Bir hüceyrəlilərin törətdiyi xəstəlikdir. Bir hüceyrənin törətdiyi xəstəlik, məsələn, bura aiddir, elə Liambiya aiddir. 10-cu sinif dərsliyində bunun haqqında verilmişdir. Basillər aid deyil, bakteriyalara aiddir. Askarit qurtlara aiddir. Echinokok da qurtlara aiddir. Qoturnuq gənəsi gənələrə, yəni bu mayaklara aiddir. Yəni bunlardan ancaq Liambiya. Ümumiyyətlə yadınıza saxlayın. Protozoozlara aid olanda, məsələn, burada Liambiyan verib. Ümumiyyətlə digərləri də var. Məsələn, malariya var, toksoplazmoz var, tripnosomonoz var, leishmanioz var və s. vardır. Hansı orqanizmlərdə digər canlılar rast gəlinməyən qida tipinə rast gəlir? Ümumiyyətlə yadınızda saxlayın ki, bakteriyalarda nəyə görə? Xemosintez prosesi yalnız bakteriyalar üçün xarakterikdir. Yeganə qidalanma tipidir ki, ancaq bakteriyalarda müşahidə olunur. Hansı orqanlar sisteminə aid olan orqan qarın boşluğunda təsadüf olunmur? Yadınızda saxlayın ki, tənəffüs sisteminə aid olan orqan qarın boşluğunda təsadüf olunmur. Ürəyin 1 saniyəlik siklit şəraitində 512 tənəffüs hərəkəti baş vermişdirsə, qulaqçığın stolasına nə qədər səhv olmuşdur? İlk öncə neyəcəyik? 512-ni böləcəyik 16-ya. 512-ni böləndə 16-ya. Bu da eləyəcək 32 dəqiqə. Yəni dəqiqəni hesablamışıq 32 dəqiqə. Biz bilirik ki, ürək siklinin şəraitində 0,8-də 0,1-i distola vəziyyətinə geçir. Onda biz bilirik ki, 32 dənə tənəffüs hərəkəti eləyirik və 32 dəqiqədə də olacaqdır ki, məsələn, 32 dəqiqədə də nə qədər olacaq? 32 dəqiqədə də x olmuş olacaqdır. Buradan da x-imiz bərabərdir.
0,8 bura düşəcək. 32 vurulsun 0,1'ə. Bunlar getdi. Bu da qalacaq 4 dəqiqə. Cavabımız olacaq 4 dəqiqə. Parasimpatik sinirlər artırır. Yadınızda saxlayın ki, parasimpatik qan təzyiqini azaldır. Qanın axma sürətini azaldır. Skelet əzələlərinin qanla təchizatını azaldır. Qanda şəkərin miqdarını azaldır. Ancaq həzm sistemi şirələrin ifrazını gücləndirir. Bu haqqda sizin 8-ci sinif kitab dərsliğində cədvəldə verilmişdir. Orada vardı ki, parasimpatik sinirlər mədə şirəsinin ifrazını gücləndirir. Bu mayaklara aid hansı fikir səhvdir? Qan toxum mayəsindən qarışır, bəli. Sonra zəhər vəzlərinə malik nümayəndələri var, bəli, hörümçəklər, əqrəblərdə var. İfrazat orqanları başda yerləşə bilməz, səhvdir, çünki çay xərçəngində yaşıl vəzləri başda yerləşir. Sonra ona görə elə səhv fikir götürdüyünə görə bunu götürəcəyik. 3 növ tənəffüs orqanına malikdir, bəli. Məsələn, tutalım ki, xərçənglərdə qəlsəmədir, hörümçəklərdə elə traxeya ilə ağciyərdir, yəni oldu 3 növ. İnkişaf düzünə və dalaya gedir, o da düzgündür. Əgər canlılarda tumurcuqlama yolu çoxalma baş verirsə, onda bu canlılar, əgər tumurcuqlama ümumiyyətlə yadınızda saxlayın ki, tumurcuqlama yolu ilə çoxalan canlılar hansılardır? Tumurcuqlama yolu ilə çoxalan canlılar bir maya göbələklərdir, bir də hidradır. Deməli, bir hüceyrəli göbələk və çox hüceyrəli heyvana aid olmuş olur. Canlılardan neçəsində hərəkət orqanı var? Qaranquşda var, yarasada var. Gələm kəpənəyində var, bir də ördək burunda var. Neçə oldu? 4 dənəsində olmuş oldu. Hansı xromosom mutasiyası deyil? Sahənin qeyri-homoloji xromosom yeri dəyişməsi, xromosom sahənin ikiləşməsi, xromosom sahənin çatışmamazlığı, xromosom yüzləşdi. Bunlar hamısı xromosom mutasiyasıdır. Xromosom sahənin azalması, ümumiyyətlə yadınızda saxlayın ki, xromosom sahənin azalması və artması buna mutasiyalar, genom mutasiyalara aiddir. Verilmiş variasiya sırasının orta qiyməti neçədir? Neyəcək? Bunun üçün bizim düsturumuz var idi. M bərabər idi. Bu sinif kitabınızda bu verilib. Verilmiş bir P vurulsun V bölünsün N. Burada P nədir? Yəni bu deməkdir ki, yəni biz bunları bura vurub bir-bir 3 vurulsun 3, üstə gəlinsin 4 vurulsun 7, üstə gəlinsin 5 vurulsun 15, üstə gəlinsin 6 vurulsun 25. Yəni bu ardıcılıqla davam edirik və aşağısındakı da bunları toplayırıq. 3 üstə gəlinsin 7, üstə gəlinsin 15, üstə gəlinsin 25, üstə gəlinsin 23, üstə gəlinsin 13, üstə gəlinsin 9, üstə gəlinsin 5. Bunların da cəmi yuxarıdakiləri vurub hesablasaq eləyəcək 658, aşağıdakının da cəmi 100 olmuş olacaq. Bu da buna böləndə 6'dan %58 atmış olacaqdır. Mitoz bölünmə nəticəsində yaranır. Qıcıların qametlər protal üzərində əmələ gəlir. Protal da haploiddir, qamet də haploiddir. Yəni mitoz bölünmə nəticəsində əmələ gələ bilər. Sonra getiririk quş mamırının sporları. Quş mamırının sporu qutucuqda yaranır. Qutucuq diploiddir, sporlar haploiddir. Deməli diploidin haploidə gedibsə burada meyoz prosesi baş verib, yəni götürməyəcəyik. Qatırquyruğunun yarpaq hüceyrəsi. Qatırquyruğu qatırquyruğun yarpaq hüceyrəsi. Bəli, bitki öz diploiddir. Yarpaq hüceyrəsi də yetkin fərddən yarandığı üçün diploiddir. Bunu da götürəcəyik. Planın sporları, plan özü diploiddir, sporlar isə haploiddir. Sfag ona görə burada baş veribdir. Sfagonun sporları. Sfagum qutucuqdan əmələ gəlir. Qutucuq diploiddir. Sfagum isə spor isə haploiddir. Ona görə meyoz prosesi burada da baş verib. Quşma ayaqçıq hüceyrələr. Quşma ayaqçıq hüceyrə zigotdan əmələ gəlir. Zigot özü diploiddir. Ayaqçıq da diploiddir. Ona görə burada da baş verə biləcək. Qıcının protal hüceyrələri. Bəli, qıcının protal hüceyrəsi spordan əmələ gəlir. Spor da haploiddir, hüceyrə də haploiddir. Yəni burada da baş vermiş olacaq. 1, 3,
6, 7. Bu da bu variant olmuş olacaq. 25. Diheterozigot ətirli noxud bitkisinin çarpazlaşması zamanı AB tipli qametlər məhv olarsa, alınan nəsildə çiçəklərin rənginə görə neçə tip fenotip, neçə tip genotip olmuş olacaqdır. Biz buradan yazsaq, elə buradan yazaq. A, B, sonra böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, bir də kiçik A, kiçik B. Bunu digər üsulla yazmaq da olar. Sadəcə anlaşılsın, tam başa düşülsün deyə mən bu üsula üz tutmuşam. Böyük A, böyük B. Sonra eyni qayda ilə yenə böyük A, kiçik B. Sonra kiçik A, böyük B. Sonra kiçik A, kiçik B. Biz dedik ki, AB qamətləri məhv olub. AB qamətləri məhv olubsa, deməli, burada da bu da getdi. Bunun qarşısında olanlar da gedəcək. Sonra bu da getdi. Bunun qarşısında olanlar da gedəcək. Bizdə indi böyük A ilə burada alacaq böyük A, böyük A, kiçik B, kiçik B. Sonra buradan bir qədər səliqəsiz alınır, yəni üzrə sayınsız. Böyük B, kiçik B. Sonra bundan böyük A, kiçik A, kiçik B, kiçik B. Sonra eyni qayda ilə gedəcəyik. Böyük A, kiçik A, böyük B, kiçik B. Sonra kiçik A, kiçik A, böyük B, büyük B. Sonra kiçik A, kiçik A, büyük B, küçük B. Sonra büyük A, küçük A, küçük B, küçük B, küçük B. Sonra küçük A, küçük A, büyük B, küçük B, küçük A, küçük A, küçük B, küçük B. Və buradan diqqətlə baxsaq, buradan büyük A, büyük A, büyük B. Bu 1. Bu ikisi 1 oldu 2. Bu ikisi oldu 3. 3. Bu ikisi 1 de oldu 4, 5, 6. Deməli 6 dənə genotip oldu. 2 isə dənədən fenotip olmuş oldu. Yəni ona görə də 2 növ fenotip qırmızı və ağ çiçəklər 6 dənə genotip olmuş olacaqdır. Hansı cinsiyyət xromosomu malik qametin birləşməsi zamanı Klinefelter sindromlu insanlar yarana bilər? Ümumiyyətlə Klinefelter sindromunun formulu yəni sonu XXY-dir. Yəni bunun üçünsə 2x ilə 1y-li qamət birləşməlidir. 27. Çarpazlaşması neçə fenotip, neçə genotip alınır? Genlər ilişikliyi də dominantlıq tamdır, ilişiklik pozulmamışdır. Ümumiyyətlə yadınızda saxlayın, genlər ilişiklidirsə, bunlar bir diheterozigot fərd kimi baxılır. Yəni bir dənəsi, məsələn, bunun hamısını götürün, bir dənə birini götürsəm, böyük ya, kiçik ya, böyük ya, kiçik ya. Bu zaman böyük ya, 2 dənə böyük ya, kiçik ya, bir də kiçik ya, kiçik ya. Yəni diqqətlə baxdaq, görsək 3 dənə genotip alınıb, 2 dənə isə fenotip alınmış olacaq. Sonra hansı sümüyün və ya sümüklərin sınması zamanı şina qoymaq olmaz? Yadınıza saxlayın ki, şina nə zaman qoyulur? Ətrafların sınması zamanı. Burada döş sümüyü ətrafa aid deyil. Deməli, 29-cu sualımıza nə soruşur? Cədvələ əsasən x-i müəyyən edin. Nisbi molekul kütləsi 45 mindir. 45 mini hidrogen rabitəsinin sayı nükleotidləri. 45 mini 300-ə bölürəm. Çünki bir nükleotidin kütləsi 300-dür. Buradan da alıram 1500. Yəni nükleotidimin sayı 1500-dür. Amma hidrogen rabitəsi bərabərdir. Nükleotidlərin sayı üstə gəlinsin guanin. Bu düstur vardır. Guanin əvəzini sitozin də yaza bilərik. Deməli, buradan biz guaninin kütləsini tapsaq, guanin bərabərdir. Hidrogen rabitəsi çıxılsın nükleotidlərin sayı. Yəni 1700-dən 1500-ün çıxsaq neçəsi qalacaq? 200. Demək 200 dənə guanin varsa 200 dənə sitozin
8-in olmuş olacaq. Cəmi neçə edəcək? 400. 1500-dən də nukleotitimizin sayı neçə? 1500-dən də 400-ün çıxsaq, nə qalacaq? 1100 qalmış olacaq. 1100-ün də yarısı adeninin tam payına düşür. Yarısı isə timenin, bu da eləyəcək 550. Seleksiyaçı aldığı diploid xromosom yığımına malik olan sortdan endosperm hüceyrəsinin mitoz yolla bölünməsi zamanı anafaza mərhələsinin sonunda xromosomun sayı 48 olmuşdur. Bitkinin kök hüceyrəsinin nüvəsində olan xromosom sayı nə qədər olar? Ümumiyyətlə, yadınıza saxlayın, endosperm hüceyrəsi deyirsə, endosperm hüceyrəsi 3N'dir. Anafazanın sonunda isə onun sayı 2 dəfə artmış olacaq, 6N olmuş olacaq. 6N bərabər olacaq 48-ə, N də bərabər olacaq 8-ə. Deyir, kök hüceyrəsi. Kök hüceyrəsi nədir? Diploid xromosoma malikdir. Yəni 2N. 2N nəyə bərabərdir? N-i gətirib qoyacaq yerinə. 2-ni 8-ə vursaq eləyəcək 16. Bu da 16 etmiş olacaqdır. Virusların törətmədiyi xəstəliklər. Viruslar, ümumiyyətlə, yadınıza saxlayın, taunu törətmir, vəbanı törətmir, sonra difteriyanı törətmir, skarlatinanı törətmir. Ancaq qızılcadır, təbii çiçəkdir, ekzemada, quduzluqdur. Bunlar hamısı viruslar tərəfindən törədilir. Bu haqqında ümumiyyətlə epidemiologiya, 10-cu sinif epidemiologiya mövzusunda məlumat vardır. Burada da nə oldu? 1, 4, 5, 8. Eyni miqdarda götürülmüş noxud, qarğıdalı, darı toxumlar maksimum soğuduqdan sonra çəkisi 95 kiloqram olmuşdur. Bunların hamısını x götürsək, neçə eləyəcək? 3x etmiş olacaq. Üzərinə gələm. Noxud neyinir? Öz çəkisi qədər, yəni x qədər. Qarğıdalı neyinir? Öz çəkisinin yarısı qədər. Darı neyinir? Öz çəkisinin 4də 1-i. 4də 1 də 0,25 eləmir. Yəni bunun hamısının böyründə də x daha. Bu da cəmi eləyəcək neçə? 4,75 x-a. Buradan da yazıram. 4,75 x bərabərdir 95-ə. X da buradan bərabər olacaq 20-yə. Deməli, burada da bir dənəsinin quru çəkisinin soruşduğuna görə elə 20 götürmüş olacaq. Mezozoy erasında baş vermiş amorfozları seçin. Mezozoy erasında 2 qat mayalanma. Deməli, mezozoy erasında baş vermiş amorfozları seçək. 2 qat mayalanma mezozoy erasında baş verib. Yəni 1-2 qat mayalanmadır. Mezozoydan sonra keçirik spermlərin yaranması. Spermlər yaranıb palezoyda. Çılpaq toxumlar yaranıb palezoyda. Məməllərin yaranması mezozoyda. Əsil quşların yaranması, bu da mezozoydadır. Əsil quşlar mezozoyda yaranıb. Sonra dişiciyin yaranması, bu da mezozoyda baş verib. Haploid endosperm yaranması bu palezoyda baş vermişdir. Bizə də mezozoyda baş verən olanlar soruşur. 1, 4, 4, 5, 6, 1, 4, 5, 6 olmuş olacaqdır. Düzgün fikirləri seçin. Canlılar süd vəzləri, çəngəl sümüyü. Süd vəzi var, çəngəl sümüyü yoxdur. Deməli, bunu məməli götürmüş ola bilərik. Yox, üzr istəyirəm. Süd vəzləri yoxdur, çəngəl sümüyü var. Bu quşdur. Bunlar quşlara aiddir. Süd vəzləri var, amma çəngəl sümüyü yoxdur. Bu məməlilərə aiddir. İndi deyil, nədir soruşur? Birincinin dərisində heç bir vəz yoxdur. Quşlarda büzdün vəzi var. Ona görə götürmürük. 2 suda yaşaya bilməz. 2-ni götürən məməli balina, o da suda yaşayır. Suiti suda yaşayır. Onu götürə bilmərik. Onurğaya malik ola bilməz. 3 onurğaya malik ola bilməz. Xeyr, deyə bilmərək. 1, 2, 3 eyni tipin nümayəndələri ola bilər. Bəli, bunların hamısı, məsələn, bunu da sürünən götürsəm, hamısı xordalar tipinin nümayəndəsi ola bilər. Meşələrdə yanğının baş verməsi zamanı, deməli, yanğın böyük təsir göstərir. Bunun qarşısını almaq üçün hansı işlərin görülməsi daha məqsədə uyğun gedir. Bunun üçün meşə girişi qadağan olması bu mümkünsüz bir şeydir. Yanğın söndürmə texnikanın bir qadağan sayının artması, döşənəyin təmizlənməsi, xeyr. Ümumiyyətlə, yadınızda saxlayın, belə hallarda çalışmaq lazımdır ki, insanlarla maarifləndirici söhbətləri aparmaq lazımdır ki, çünki hər bir insan təbiətin bir keşikçisi olduğunu insanlara başa salmaq lazımdır ki, bu da insanların meşələrin yanmasının qarşısını almağa daha tez kömək olmuş olur. Həm protozin, həm də konsument ola bilər.
Deməli yadınızda saxlayın ki, həm milçək tutan bitkisi həm produsent ola bilər milçək tutan, həm də redusent ola bilər. Nəyə görə? Çünki milçək tutan bitkisi yaşıl bitki yarpaqları var və onlar yaşıl yarpaqları vasitəsilə fotosintez prosesi həyata keçirir və bu fotosintez prosesi nəticəsində də üzvü maddə produsent olur. Bir də həşəratları, milçəkləri tutur, yeyir, o da zamanda konsument olmuş olacaqdır. Burada da düzgün cavab olur C variantı. 36-37-ci sualımızda antropogenə qədər olmamışdır. Yəni antropogendən sonra olub. Çənaltı çıxıntı nəyə görə deyərsiniz ki, çənaltı çıxıntı? Çünki çənaltı çıxıntıda olması insan nitkin yaranmasına səbəb olub. Antropogenezdə qədər heç bir nitk müşahidə olunmamışdır. Antropogenezdə nitk yaranmışdır. Euler-Venn diaqramını X-in yerinə yazmaq olar. Euler-Venn diaqramında yadınızda saxlayın ki, X-in yerinə bu biri virusdur, biri isə yosundur. Nuklein turşusu hər ikisində bəli, nuklein turşusu var və bunu yaza bilərik yerinə. Bir yaza bilərik. Xlorofili xeyr yaza bilmərik. Zulal, hər birində zulal var, onu yaza bilərik. Lizosomu yaza bilmərik, vakuola da yaza bilmərik. 1-3 olmuş olacaqdır. 39. Amorfozdur. Amorfoz ümumiyyətlə yadınızda saxlayın ki, amorfoz nədir? Amorfoz odur ki, yeni bir orqan əmələ gəlir. Məsələn, burada da çiçəyin yaranması amorfozdur. Zaman yeni orqan əmələ gəlmişdir. Çiçəklək bitkisinin toxumunun endosperm hüceyrəsinin cinsi xromosom dəsti XY ola bilərmi? Bəli, ola bilər. Nəyə görə? Çünki çiçəklək dişi heteroqameti XY və bu meyoz prosesi keçirəndə biz bilirik ki, 4 dənə hüceyrə əmələ gətirir. Və bu 4 hüceyrədən ikisi X, ikisi də Y. Yönəldici cisimciklər. Əgər 3 dənə yönəldici cisimcik buradan götürsə və qametə Y qalmış olsa, bu zaman bəli. Çünki ana hüceyrə 2 dənə bölünər 2Y yaradar. Bir də erkəkdən də X gəlmiş olacaq. Və Y variantı. İnsan tənəffüs sistemində oksigen hemoqlobinlə birləşməsi baş verir. Ümumiyyətlə yadınızda saxlayın ki, tənəffüs sistemi hemoqlobinlə birləşmə baş verir. Alveolları əhatə edən kapilyarıdır. Yəni alveollarda baş vermiş olacaqdır. Bu da A variantı. Məməlilərdə ifrazat sisteminə aid olan şəkildə hansı rəqəmlə qeyd olunmuş hissədə olmuş orqanlar quşların ifrazat sistemində olmur. Bu nədir? Böyrəklərdir, sidik axarlarıdır, 3 sidik kisəsi, 4 sidik kanalıdır. Quşlarda nə sidik axarı var, nə də sidik kanalı. Ona görə də bu A variantına uyğun gəlmiş olur. Kişinin cinsiyyət sisteminə aid olan orqanların hansında və ya hansında əmələ gələn hüceyrədə baş verən mutasiya sonraki nəsillə ötürülmə ehtimalı vardır. Cinsi hüceyrələr harda yaranır? Toxumluqda. Toxumluqda yaranan mutasiya sonradan da nəsillə ötürülə bilər. X. İngiltərədə ananın bir qara, digərini isə ağdərli əkiz qızları dünyaya gəlmişdir. Bu əkizlər haqqında düzgün fikirləri seçin. Və əkizlərin əmələ gəlməsi mayalanma bir ədəd qamçılı qamet iştirak edir. Xeyr. Çünki nəyə görə? Çünki bu müxtəlif yumurta əkizdir. Müxtəlif yumurta əkizlər hər bir qameti mayalanmasa bir dənə yumurta biləcəyir. Yəni 2 dənə, 3 dənədirsə 2 dənə olmalıydı. Ana bətnində olan eyni göbək ciyəsi ilə qidalanıblar. Xeyr, hər dölün özünün göbək ciyəsi olur. Xromosom müxtəlifliyi eyni deyil. Hər ikisi qız olduğuna görə xromosom müxtəlifliyi də eynidir. Eyni cüftə qidalanıb, xeyr, deyəmək morfoloji kriterlərinə görə oxşardır. Bəs bunu deyə bilərik. Nəyə görə? Ümumiyyətlə yadınızda saxlayın ki, bütün insanlar bir-birlərinə morfoloji kriterlərinə görə oxşardır. Sonra keçirik 45-ci. Aşağıdakı ifadələrdən avtotrof və heterotrof nəzəriyyəyə uyğunlaşdırın. Deməli, avtotrof nəzəriyyələr, ümumiyyətlə bu yaradılış nəzəriyyələrinə birinci avtotrofa uyğun olanlara baxaq. Sonra deməli, burada 1-ə uyğun gələcək. İlk orqanizm qeyri-üzvü maddələr öz qidalarını istehsal edirlər. 1B, bir də D, ilk canlı qidalama fotosintez və homosintez prosesləri baş veribdir.
Sonra burada avtotrofa işinə yoxdur. Sonra keçirik heterotrofa. Heterotroflara aid olacaq ilkin canlılar hazır üzüm maddələr istehlak edir. Bir də bəzi nəzəriyyəyə görə ilk canlılar heterotrof olmuşdur. A, C. Bu da 1B'dir. 2 A, C. D variantı. Sxemdə biosferdə maddə dövranı təsvir edilib. Əgər saprofitlərin fəaliyyəti tam dayanırsa, hansı proses baş verə bilər? Mikroorqanizmlər fəaliyyət dayanarsa, bu zaman bitkilərə təsir edəcək. Məsələn, bitkilər lazım mineral torpaqdan azalar və fotosintez zəifləyər. Digərlərinə təsir etməyəcək, təsir edəcək digərlərinə. Ancaq burada ilk baş verən proses dediyinə görə biz B variantını götürdük. Qrafikdə verilən əsasən düzgün ifadələri seçin. Birincidə soruşur, yayda günün bütün saatlarında fəal olurlar. Xeyr. Gəmicilər yayın bütün gün saatlarında fəal olmurlar. Sonra sutkalıq fəallıq aylar üzrə dəyişir. Burada fikir versəz, bəli, sutkalıq fəallıq aylar üzrə dəyişmiş olacaq. Payızın əvvəlində, payızın sonu müqayisədə daha çox fəal olurlar. Bəli, bu da düzdür. İstiqanlı canlı olduqları üçün görə gün ərzində fəallığı dəyişmir. Xeyr, bunu da götürə bilməyəcək. Ona görə 2-3 olacaq cavabımız A variantı. 48. Deməli, sxemə əsasən düzgün ifadələri müəyyən edin. Produsent, konsument, redusent. Atomların biyogen miqrasiyasında iştirak edə bilməz. Ümumiyyətlə, yadınıza saxlayın ki, bütün canlılar atom biyogen miqrasiyasında iştirak edir. Saprofit yolla qidalanan canlı ola bilməz. Xeyr, bu düzgün fikri dediyinə görə bunu da qeyd. 3 virus ola bilər. Xeyr, virus sonra 1, 2 və 3 eyni aləmin nümayəndələri ola bilər. Bəli, bunu götürə bilərik. Deməli, 2-ni də götürərik bakteriya, 3-ü də götürərik bakteriya. Buna görə eyni aləmin nümayəndəsi də olacaqdır. Maddə mübadiləsinin əsas mərhələləri hansılardır? Ümumiyyətlə, yadınıza saxlayın, maddə mübadiləsi nədir? Maddə mübadiləsi odur ki, ilk növbədə birinci xarici mühitdən qidanın qəbul edilməsi, istifadə edilməsi, sonra isə təzədən qəbul edilməsi, artıq məhsulları isə orqanizmdən xaric edilməsi olmuş olacaqdır. Sonra xarici deməli nə edir? Qəbul edilməsidir. Qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət hüceyrələrinin sayı eyni olmuşdur və sonradan alınan yönəlici simçiklərin sayı 60 olmuşdursa, cəmi neçə qamet alınmışdır? Deməli, 60-ı böləcəm 3-ə, tapacam 3-ə bərabər olacaq 20. 20 dənə qamet var. Deməli, 20 dənə qamet var. Eyni sayda dişiyə neçə hüceyrə daxil olubsa, o qədər sayda da qamet yaranıb. Yəni 20 dənə hüceyrə yaranıb. Amma erkəkdə isə bir hüceyrədən 4 dənəsi yaranacaq. Yəni erkək üçün isə 20-ni vuracam 4-ə 80. 80-dən də 20 neçə qamet var dediyinə görə cəmləyəcəm 100. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.